Bu sadece bir yol değil. Bu şəhide edilən açıq hörmətsizlikdir. Quba rayonu Xuzbala kəndi antiterror əməliyyatlarının şəhidi, xüsusi təyinatlı qüvvələrin mənsubu Sənan Nəsimə oğlu Qəhrəmanovun adını daşıyan küçə və bu küçənin vəziyyəti bərbad, baxımsız, unudulmuş. Cəmi 200 metrlik yol, amma illərdir heç kimin vecinə deyil. Yağış yağır, küçə palçıq bataqlığa çevrilir. Gün çıxır, insanlar toz içində boğulur. Dəfələrlə Quba rayon icra hakimiyyəti və aidiyyəti qurumlara müraciət olunub, amma nəticə sıfır. Sanki bu küçə yox kimidir. Sanki bu ad heç nə ifadə etmir. Bu sadəcə səhlənkarlıq deyil. Bu açıq-aşkar biganəlik, məsuliyyətsizlik və hörmətsizlikdir. Sual edirik, şəhidin adını daşıyan bir küçəyə bu cür münasibət kimə yaraşır? Bu laqeydliyin sonu nə vaxt olacaq? Unutmayın, bu torpaqlar şəhid qanı ilə qorunub. Onların adı ucaldılmalıdır. Belə rüsvayçı vəziyyətdə saxlanılmamalıdır. Aidiyyəti qurumlar dərhal hərəkətə keçməlidir.